Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Bir qardaş soruşdu ki, qurban kəsərkən bəziləri aparır, müəyyən bir yerdə kəsir. Ya pirdə kəsir, ya qəbrin üstündə kəsir, ya ziyaratda kəsir və yaxud da ya müəyyən xüsusiləşdirilmiş bərəkətini umduğu bir yerdə kəsilir. Belə hallarda kəsilən heyvanların hökmü nədir şəriətdə? Allaha sığınaraq deyirəm ki, qardaşlar, qurban kəsmək xüsusi bir ibadətdir. Qurban kəsmək Allaha bu xüsusi bir ibadətdir. Və ibadəti Allahdan başqasına sərf eləmək şirkdir. Hansı ibadət olursa olsun, Allahdan qeyrisinə sərf eləmək şirkin özüdür. Namaz qılmaq, qurban kəsmək, həcc eləmək, nəzir etmək və s. kimi səcdə etmək, tavaf etmək, hansı ibadət növ olursa olsun, Allahdan başqasına sərf olunarsa şirkdir. Allah Teala Quran-ı Kerimdə Ən'am surəsinin 121-ci ayəsində buyurur: وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرَ اسْمُ اللّٰهِ عَلَيْهِ Allahın adı anılmadan kəsilənləri yeməyin. Allahın adı anılmadan kəsilənləri yeməyin. İmam Əl-Kəlbi rahmehullah deyir ki, Allahın adı çəkilmədən, anılmadan kəsilənlər dedikdə nəzərdə tutulan Allahın adı çəkilmədən kəsilən heyvanlar və Allahdan başqasına kəsilən heyvanlardır. Pirlərdə, ziyaratlarda və başqa İslamda icazə verilməyən məqamlarda ucaldaraq o məqamları kəsilən heyvanlar nəzərdə tutulur. Ata ibn Əbi Rabah rahimehullah bu ayənin şərhində deyir ki, yəni Allah Teala bu ayədə qadağan eləyir bütlərə kəsməkdən, Allahdan başqasına qurban kəsməkdən. Deyir, çünki keçmiş dövrdə ərəblərin Qureyş ərəbləri heyvanlarını bütlərə qurban kəsərlərdi. Bütlərin qabağında. Yəni bu ayədə bu əməli etməyə nəhy var. İbn Abbas radiyallahu anhumadan gəlir ki, burada nəzərdə tutulan boğulmuş və murdar olaraq ölmüş heyvanlar nəzərdə tutulur. Rasulullah sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətdə qurban ancaq Allaha kəsilir. Heyvan ancaq, qardaşlar, Allaha kəsilir. Allahdan başqasına kəsmək haramdır icma ilə. Kitab, sünnə və icma ilə haramdır. Quran-ı Kerimdə biraz öncə dediyimiz ayə bunun dəlillərindəndir. Ən'am surəsinin 121-ci ayəsi. Həmçinin Allah Teala Quran-ı Kerimdə buyurur, Ən'am surəsinin 162-ci ayəsində: Qul inne salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin la şərikə lehu. De, namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Açıq-aşkardır ayə. Namazı Allahdan başqasına sərf edə bilməzsən. Qurbanı Allahdan başqasına sərf edə bilməzsən, kəsə bilməzsən. Həyatın da, müsəlmanın həyatı da Allah üçün olmalıdır. Allah üçün müsəlman bu həyatı yaşamalıdır, qardaşlar. Aləmlərin Rəbbi olan Allah üçün. Çünki Allah Quran-ı Kerimdə Zəriyat surəsinin 56-cı ayəsində buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Cinləri və insanları yaratdım ki, məni ibadətdə təkləsinlər, yalnız mənə ibadət etsinlər. Həyatımız Allah üçün olmalıdır, həyatımız. Ölümümüz də Allah üçün olmalıdır. Yəni, dünyadan köçərkən müsəlman olaraq köçməyə çalışmalıyıq. Ayənin axırında
O birisi ayədə nə gəlir? La şərikə ləhu. Allahın ortağı yoxdur. Allahın şəriki yoxdur. Sən əgər Allahı qoyub da gedib ölmüş insanlara, bütlərə, pirlərə, ziyaratlara, kilsələrə və yaxud başqa məxluqatları ucaldaraq, onların adını çəkərək, onları ucaldaraq kəsərsənsə, sən onları Allahla bərabər tutmuş hesab olunursan. Şərik qoşmuş olursan Allah Teala'ya. Şərik qoşmuş olursan. Aləmlərin Rəbbi olan Allahdır, buna layiq sadəcə və sadəcə. Allah yaradan məxluqa ibadətin heç bir növünü sərf eləmək olmaz, qardaşlar. Heç bir növünü. Çünki layiq deyil məxluq əslində buna. Bəşər bəşərdir. Hər bir məxluqun Allaha ehtiyacı var. Hər bir məxluq Allaha möhtacdır. Hər bir məxluqun ehtiyaclarını görən Allahdır. Həyatdaykən onun rızqısını verən, ona nəfəs verən, gözünə işıq verən, qulağına eşitmə verən, yeridən, yürüdən, həyatda saxlayan Allahdır. Zamanı gəldikdə Allah istədiyini bu dünyadan götürür, aparır, öldürür, əcəli bitir, axirət aləminə qovuşur. Bərzəx aləminə qovuşur. Həyatda özü Allaha möhtac olan, Allahdan daima yardım diləyən, şəfa diləyən insanlar ölüb gedərkən, onlar həyatdaykən belə sənə yardım edə bilmirlərsə, ölmüş insanlar sənə necə yardım edə bilər? Necə yardım edə bilər? Allah insana ağıl verib, məntiq verib. Düşünəndə adicə sağlam bir beyinlə, sağlam bir ağılla bu qəbul olunan bir şey deyil. Ona görə qurban kəsəndə insan Allaha kəsməlidir. Həmçinin Allah Teala Quran-ı Kərimdə Kəvsər surəsinin 2-ci ayəsində buyurur: "Fəsalli li rabbika vanhar." Rəbbin üçün sadəcə namaz qıl və onun üçün qurban kəs sadəcə. Ona görə qardaşlar, kəsərkən heyvanı Allahdan başqasının adını çəkmək, ya Həsən, ya Hüseyn, ya Zəhra, ya Fatimə, ya Abdülqadir-Ceylani və başqalarının adını çəkərək kəsmək şirkin ta özüdür. Şirkin ta özüdür, qardaşlar. Allahı qoyub da Allahın yaratdığı məxluqların adını çəkmək olmaz. Onlar üçün kəsmək olmaz. Hətta o məxluqların özü salih olsalar belə. Onlar nə ilə salih olublar əslində? Onlar nə ilə Allahın sevgili bəndələri olublar? Allaha tək ibadət etməklə, Allaha ortaq qoşmamaqla, Rasulullahın getdiyi sünnələri tətbiq etməklə, bununla Allaha yaxınlaşıblar onlar. Sən də çalış, bu yollarla Allaha yaxınlaşmağa çalış. Yoxsa onları Allaha ortaq qoşmaqla deyil. Rasulullah sallallahu aleyhi və səlləm İmam Buxarinin Səhih kitabında rivayət etdiyi və həmçinin İmam Malikin Muvatta kitabında rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "La'anallahu men zəbəhə li qeyrillah." Allah lənət eləsin Allahdan başqasına qurban kəsəni. Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Bu Rasulullah sallallahu aleyhi və səlləmin hədisidir, qardaşlar. Kiminsə sözü deyil, adi bir insanın sözü deyil. Bu aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərin sözüdür. Əgər bir insan tutaq ki, təzim olaraq, böyütmək olaraq, ucaldaraq, ibadət olaraq kəsmirsə, məsələ gələn qonağına, müsafirinə yardım edərək kəsirsə, lakin Bismillah deyib kəsirsə, Bismillah Allahu Ekber deyib kəsirsə, bu şirk deyil, bu ikramdır sadəcə. Nə zaman şirk olur? Əgər ucaldaraq ibadət niyyəti ilə kəsirsənsə. Ət yemək üçün və yaxud qonağına hörmət eləmək üçün kəsirsənsə, heyvanı Bismillah deyərək, bu şirk deyil. Əksinə, şəriətdə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Mən kənə yu'minu billahi vəl yevmil əxir fəlyukrim dayfəhu." Kim Allaha və axirət gününə inanırsa, qonağına hörmət eləsin. Qonağına ikram eləsin. Qonağına hörmət eləsin. Hədis səhihdir, qardaşlar. İmam-ı Darqutni Ol-Beyhaqi rivayət eləyib. Bu hədisdə və həmçinin
başqaları rivayət edib hədisi. Bu hədis səhihdir, elhamdülillah Rabbil Alemin. Burada onu göstərilir ki, insan yeməyə, qonağına, misafirinə kəsərsə, Bismillah, Allahu Akbar deyib Allahın adını anarsa, bu adətən sıxıntısız bir şeydir, adətə görə. Elhamdülillah, burada günah da yoxdur, icazəlidir. Lakin, ibadət niyyəti ilə kəsirsə mütləq Allahın adını çəkərək Allaha kəsməlidir sadəcə. Və gərək yoxdur heyvanı harasa aparasan, ya məscidə, ya filan yerə, ya filan yerə. Və əksinə, Rasulullah s.ə.v deyir ki, yəni hədis-i qudsi var, siz kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatmır. Yəni Allahın ehtiyacı yoxdur ona. Lakin sizin qəlbinizdəki təqvadır Allah qatında olan etibarlı. Qəlbinizdə nə üçün kəsirsiniz, əsas odur. Ona görə də, qardaşlar, qısa cavab olaraq deyirik ki, qurban kəsmək ibadətdir. İbadəti Allahdan başqasına sərf etmək şirkdir. Və kim ibadət üçün qoyun kəsərsə, heyvan kəsərsə, sadəcə və sadəcə Allahın adını çəkərək Allah üçün kəsməlidir. Və bundan başqasına qədəm qoymamalıdır. Allah Teala bizləri şirkdən, küfürdən qorusun və ixlaslı və muvahhid qullarından etsin. Allah Teala'dan diləyirəm ki, bizləri tövhiddən, imandan, sünnədən ayırmasın. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.